Müəllimin belə bir fasonu olar, tipli, geri zəkalı düşüncə tərzinə ən yaxşı cavabı Barış Mançonun bir reportajında düşüncə və davranış azadlığı haqqında dediyi fikirdə tapmaq olar. Şöyle uzaktan bir bakarsan benim tipimden belli düşünce özü için ne yaptım zaten. Benim herhalde berbere gidecek kadar param olmadığını düşünmüyorsun sen, tahmin ediyorum herhalde. Ümumiyyətlə ölkədə çox absurd bir vəziyyət var. Məktəblərdə rəsmi dress kod yoxdur, amma müəllimlərdən praktikada təbii ki bu tələb edilir və burada bir məqam önəmlidir. Müəllim öyrədəndir və onun nə öyrətdiyinə diqqət etməliyik. Öyrətmə deyərkən biz burada müəllimin yeni nəsildə formalaşdıra biləcəyi dəyərləri nəzərdə tuturuq və bunlardan ən başlıcası azadlıq düşüncəsi, azad ruh və xarakterdir. Çünki bu gün Azərbaycanda ciddi sosial çöküş var. Bunu hər kəs müşahidə edir və bunun başlıca səbəbi ölkədəki cəhalət, hüququn praktikada işləməməsi və bunu sorğulayacaq azad təfəkkürün olmamasıdır. Və bu azad təfəkkürü formalaşdırmaq ilk növbədə müəllim də daxil intellektualların üzərinə düşür və ən gözəl bilgi, öyrətmə üsulu örnək modelidir. İndi biz baxırıq, müəllim özü azad ola bilməyəndən sonra o yeni nəsildə necə bu dəyəri formalaşdıra bilər? Bu xaraba görünüş ən primitiv seçim haqqıdır. Azadlığın da tərifini verək. Azadlıq bir başqasına ziyan vurmadığın halda keyfin istədiyi kimi düşünüb davranmaqdır. Bəli, məhz ziyan vurmadığın halda keyfin istədiyi kimi yaşaya bilərsən. Belə elə istər müəllim olsun, istər bir kəsi görünüşə görə qiymətləndirmək ən axmaq bir davranışdır və bu qədər deyilənlərdən sonra qafasının bir yerində bir narahatçılıq duyan, nəsə bir acıqlı qalan, içini yeyənlər varsa, rəydə qeyd eləsin, onlara sidqi ürəklə məsləhətli psixoloq tövsiyəsi edəcəm.